Nərimanda sanki daxilən problemi var. Məsələn, oyuna çıxır, gözündə qığılcım görmürəm, alışıb yanmaq görmürəm. Məsələn, Addayi cin kimidir, gözləri qaynayır, Elvin elə. Amma Nəriman sanki elə bir ki, 22 yox, 32 yaş var. Bir də bir 10 il futbol oynayıb da, çox əla karyera sürüb. Artıq karyerasının sonlardır, belə rahatdır, çox belə özünü yormaq istəmir. Futboldan doymuş tərzdə oynuyor. Amma futbola ac olmalı Nəriman. Məsələn, özünü sübut eləməyə çalışmalı. Çünki yenə deyirəm, onda çox yaxşı keyfiyyətlər var, hücumçu keyfiyyətlər var. Hansısa saytda da oxudum ki, böyük beşlik ölkələrindən bir klub ciddi Nərimanı istəyir, qışda transfer gələ bilər. Yəni, boy var, sol ayaq yaxşıdır, sağ ayaq pis deyil, başla oynaya bilir. Sürət pis deyil. Sürət yaxşıdır, texnikası var. Yəni, baxsan, yəni, bu dəqiqə bütün dünyada keyfiyyətli hücumçu qıtlığı var. Nəriman, mən bir dəfə demişim, yenə deyirəm, mənə görə öz üzərində çalışsa, ən baha qiymətə satılan Azərbaycanlı futbolçu ola bilər. Yəni, ondan başqa mən digər namizəd görməm. Çünki mövqeyə etibarən hücumçudur. Hücumçudan qiyməti baha olur. Amma Nəriman sanki futboldan doyub. O meydanda o alışıb yanmır. Otu yemək bir ifadəsi var. Nəriman otu yeməlidir, amma onu eləmir.